Bir də istəyirəm cəmiyyətdə müzakirə olunan hicab məsələsinə də toxunaq. Xüsusən də hicab deyəndə belə ümumi anlaşılmasın, məktəblilərin hicab və ya niqabla məktəbə getməsi. Onun hansısa bir şəkildə bizim cəmiyyətimiz üçün təhlükəsi varmı və ümumiyyətlə bizdə vahid geyim forması var məktəblərdə. Necə olur ki, bu geyim formasından çıxarılma da olur? Yəni kimsə istəyirsə baş örtüsü ilə gəlir, hansı ki bizim vahid geyim formamızda belə bir geyim yoxdur. Bu məsələlə bağlı cəmiyyətdə təbii ki müzakirələrin getməsi normaldır. Biz bu məsələlərə əsas bu kontekstdən yanaşmalı. Azərbaycan dünyəvi dövlətdir. Bəli. Kimin dini necə yaşaması dövləti maraqlandırır. Dövləti maraqlandıran yaşadığın dinin dünyəvi dövlətin prinsiplərinə zərər vurmayacağıdır. O da prinsiplər nədən ibarətdir? Başqasının hüququna toxunmamaq, başqası ilə dinc yanaşı yaşamaq, tolerantlıq. Bu dövlətin hamının azadlıq hüququnu qorumaq məsələsidir. Əgər sənin hansısa bir dini inancın başqası üçün qorxu yaradırsa, təhlükə yaradırsa, dövlət orada müdaxilə edir ki, sən dinini mahiyyət üzrə yaşamırsan. Mahiyyət üzrə yaşamaq nədir? Mahiyyət üzrə hər bir dinin özünün mənbəyi olan kitablar var. O kitabda nə yazır? Quran-ı Kərimdə yazır ki, dində zorakılıq yoxdur. Bu kontekstdən dünyəvi dövlət məsələyə yanaşır ki, yetkinlik yaşına çatmayan insanı nəyəsə məcbur eləmək olmaz. Dini təbliğ eləyə bilərsən. Deyə bilərsən ki, bu yaxşı əməldir, bu pis əməldir. Dinin qaydalarını da öyrədə bilərsən. Amma hansısa bir ritualları məcbur etmə elementləri üzə çıxarsa, onda bunu məcbur eləyən məsuliyyət daşıyır. Həm dini nöqteyi nəzərdən məsuliyyət daşıyır, həm də dövlətin qanunları nöqteyi nəzərdən. Çünki zorakılıqla sən öz iradəsinə zidd olaraq kiməsə hicab geydirməyi düşünürsənsə və fikirləşsən ki, mən valideynəm, buna mənim haqqım var. Təbii ki, valideyn kimi sənin uşağın tərbiyəsinə haqqın var. Amma ümumi standart dövlətin məktəb forması var. Nə zaman hicab məsələsi ola bilər? Mənim də bu məsələyə yanaşmam budur ki, yetkinlik yaşına çatmış hər hansı bir qız öz iradəsi ilə hicab bağlaya bilər. Və bağlayıb məktəb dövrünə də bu təsadüf eləyə bilər. Universitet dövrünə də öz iradəsi ilə bunu eləyərsə buna problem yoxdur. Amma iradə bizdə əsas götürülür yetkinlik yaşından sonraki dövrə. Yetkinlik yaşına çatmamış uşaqların iradəvi məsələsini məhz bu dini tələb üzərində həyata keçirmək doğru sayılmaz. Və ona görə də biz bunu əslində daha çox anlatmalıyıq. Yəni bunu kimisə inada görə bu məsələyə baxılmamalıdır. İnsan düşünür ki, mən dindaram. Amma indi siz diqqət edirsinizsə, məsələnin müzakirəsində mən nəyə diqqətimi çəkir? Demək, məsələ ilə razılaşmayan dindarlar daha çox təhqir və söyüş buna keçirlər. Bu söyüşü sizə kim öyrədir? Sizin Peyğəmbəriniz... Amma dində söymək yoxdur axı, bəli. Biz də inançlı və dindar insanıq. Sizin Peyğəmbəriniz deyib ki, bu sizinlə razılaşmayan insanları, fərqli bir fikir söyləyən insanı söyün. Bu harada deyilir? Yəni demək istədiyim odur ki, demək siz özünüz hələ dini mahiyyəti üzrə yaşaya bilmirsiniz, əzbərlədiyiniz ərəbcə 3-4 səlmə sözlə özünüzü ciddi bir dindar hesab edirsə, bu açığı cəmiyyətdə doğru anlaşılmaya bilər. Və ona görə də insanlar birinci növbədə öz fərdi məsuliyyətləri üzərindən çıxış eləməlidirlər. Məsələn, hamı, sanki bir mövzu deyirsən, hamı başlayır onu ümumiləşdirməyə və Allahın elçisi kimi, müsəlman demək təəssübkeşi kimi, yaxud da bu karikaturalar verdilər, çıxırdılar küçüyə, karikaturanı deyək ki, bir yeri yandıraq, bir yeri dağıdaq deyə tələblər qoydular. Zaman göstərir ki, bu sənin Peyğəmbərinə edilən o zülümləri heç kim etməyiblər. O həmən formada davranıbmı? Yox. O Mədinə hansı toplumuydu? Mədinədə hər bir dindən olan və dini olmayan, bugünkü anlayışla ateist olan hər cür insan var idi. Orada ümumi bir anlaşma imzaladı Peyğəmbərimiz və bu anlaşma əsasında cəmiyyəti idarə elədi. Orada tək müsəlmanlar yox idi ki. Xristiyanı, Yəhudisi və başqaları var. Demək istədiyim nədir?
Biz biraz bu əlahiddə ideologiya artıq vasitəsinə çevrilmiş dindarlıq anlayışından cəmiyyətimizi qurtarmalıyıq. Və bu ideologiyanın təhlükələrini biz harda gördük? İndi siz gedin görün, Əfqanistanda bu cür burada yaşadığınız kimi yaşaya bilərsinizmi? Yəni bəzən də onu təbliğ edirlər ki, görürsünüz, İslam qaydalarını tətbiq edirlər. İslam qaydalarını tətbiq eləmək nədir? Bir rəqqasiyə baxmaq, deyək ki, filan qədər şallaqdır, 6 ay həbsdir. Nə bilim, hansısa bir şəkildə qız uşağının məktəbə getməsi, yaxud da hansısa bir tələb irəli sürməsi bir filan qədər məsuliyyətdir. Demək istədiyim nə, ya İranın özündə, indi görürsünüz, zorakılığın nəticəsində insan nə edir? Mən hicab azadlığı istəyirəm, mən taxmaq istəmirəm. Saçın görüldü, öldürürlər. Tələb də haqlı tələbdir. Nədir? Səmimi müsəlmanlıq istəyirsinizsə, Avropada heç kimə hicab məcburiyyəti yoxdur, hələ biraz məhdudiyyəti var. Gedən müsəlmanın yarısı taxır, yarısı taxır.